Sabahınız xeyir olsun Gülşad xanım. Salam, sabahınız xeyir. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Təşəkkür Yaxşı olun. edirik Gülşad və xanım, biz istərdik ki, sizdən bax məlumatları əldə edək. Ayın 29-na kimi qeyri-sabit hava şəraiti olacaq. Bax, bu haqda məlumatlar da artıq təqdim olunub. Bəli, çox doğru qeyd elədiniz. Artıq bölgələrdə bir neçə gündür yağıntılı hava şəraiti müşahidə olunur. Belə hava şəraitinin də yaxın günlər ərzində 29-na davam edəcəyi gözlənilir. Ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, bəzi yerlərdə isə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi də ehtimal olunur. Mülayim qərb küləyi əsəcək və gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda suluğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətli daşqın və sel keçəcəyi də istisna olunmur. Eyni zamanda Bakı-Abşeron yarımadasında hazırda yağmursuz hava şəraiti müşahidə olunur. Lakin bugün 24-ü axşam və 24-ü 25-i keçən gecə və səhər saatlarında Bakı-Abşeron yarımadasında da arabir yağış yağacaq. Bəzi yerlərdə isə yağışın qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi istinliyi müşahidə olacaq. Havanın maksimal temperaturu Bakı-Abşeron yarımadasında 29-34, dağlıq ərazilərdə 16-20, mərkəzi rayonlarında isə 30-35 dərəcə isti olacaq. təşəkkürümüzü bildiririk Gülşad xanım